Həmçinin, dəyərli qardaşlarım, sünnə əməllərdən 40-cı Allah subhanahu wa ta'ala şükür səcdəsi etmək. Deməli, Əbu Bakra radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sevindirici bir xəbər verildi və yaxud da müjdə verildi Allah Taala'ya şükür səcdəsi ilə. Hər hansısa bir sevindirici xəbər, hər hansı bir xoş bir xəbər gəldikdə Allah Taala şükür səcdəsi edir. Və deyilir ki, şükür səcdəsində qiblə istiqamətini dayanmaq, yəni şərt deyil. Həmçinin dəstəmazda olmaq şərt deyil. Lakin bunlar olsa daha gözəldir. Lakin ola bilər ki, elə bir yerdə olasan ki, nə dəstəməz olsun, nə də qiblənin yerini biləsən. Və sənə elə bir xəbər gəlsin ki, sevindirici bir xəbər, Allah subhanahu wa ta'ala həmin anda təkbir gətirib şükür səcdəsi edirsən. Necə ki, gəlir ki, rəvayətlərdə Kəb ibn Məlik radiyallahu anh bilirsiniz ki, Quranda onlar barəsində Allah Taala qiyamətə kimi oxunacaq ayətlər nazil etmişdir, Tövbə surəsində. Və Kəb ibn Məlikin müjdəsi gələndə, yəni 50 gün o sahabəni heç kəs danışdırmır. Nə Peyğəmbər sallallahu aleyhi ve sellem, nə də sahabələr. Tərk etmişlər onları. Və 50 gündən sonra o müjdə xəbəri gəldikdə Kəb ibn Məlik elə evinin damında ikən Allah Taala'ya səcdə edir, şükür səcdəsi edir. Və həmçində digər rəvayətlərdə gəlir ki, Həzrət Əli radiyallahu anh xavariclərlə döyüşdükdən sonra Allah Rasulunun vəsf etdiyi kimsəni axtarır. Çünki ona Allah Rasulü demişdi ki, sən elə bir cəmaatla, elə bir qövmlə vuruşacaqsan ki, onların başları keçərli, onları xavaricləri vəsf etmişdi ona. Və demişdi ki, qolu qısa bir insan olacaq onların içərisində. Hansı ki, onlarla vuruşacaqsan, onlara qalib gələcəksən və Əli radiyallahu anh döyüşdən sonra axtarır. Deyir, axtarın o cəsədi. Və axtarırlar, həm də o cəsədi tapırlar, qolu qısa olan. Və Allah Taala şükür səcdəsi edir və deyir ki, Subhanallah, Peyğəmbər sallallahu əleyhi və səlləm bu müjdəni xəbəri vermişdi ki, sən onlarla döyüşəcəksən. Və ona görə də hətta İbn Baz rahimehullah deyir ki, təkbir gətirmədən də şükür səcdəsi etmək olar. Təkbir gətirmədən də, yəni birbaşa səcdə edib Subhan Rabbil A'la zikrini söyləyirsən, ondan sonra Allah Taala'ya dualar edə bilərsən. Və şükür səcdəsi bir dəfə edilir. Və şükür namazı deyilən belə bir namaz yoxdur. Çox vaxt qatışdırırlar, deyirlər ki, bəs şükür namazı da var. Yox, şükür namazı yoxdur. Şükür səcdəsi var Allah Taala'ya. Bu da ibadətdir və həmçinin sünnədir, dəyərli qardaşlarım. Sahabələr və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm, ondan sonra gələn insanlar, sələflər bunu tətbiq edərdi. Bunu tətbiq edərdilər. Nə vaxt ki, onlara müjdə, sevindirici xəbər gələndə, dərhal övlad dünyaya gəldi və yaxud hansı ki, gözəl xəbər gəldi, Allah Taala şükür səcdəsi edərdi ona. Dua edərdilər Allah Taala'ya.